O kəsə təvəssül eləmək istəyirəm ki, doğum xəbərini eşidəndə əli qaça-qaça gəldi. 2 dəfə qaça-qaça, 2 nəfər qaçırda bilib o əzəmətdə əlini. Bir Fatimə şəhid olanda. Ayağı dolaşa-dolaşa qaça-qaça gəldi. Neçə dəfə yıxıldı, durdu. Bir də Əbəlfəz doğulan gün dedilər, oğlun doğulub, məsciddən qaça-qaça gəldi evə. Ümmülbənin o həyalı anası gətirdi, dedi ki, ağa, bu da sənin övladın. Deyir, ağlaya-ağlaya qollarından öpdü birinci. Ana baxır, deyir, görür, ata uşağının doğum günü ağlayır. Deyir, ağa, olmayan mənim balamın nəsə bir nöqsanı var. Heç nə demir, baxır, deyir ki, bu qollar Hüseyin yolunda düşəcək, ona ağlayıram. Bu qollar kəsilib yerə düşəcək Hüseyin yolunda. Ariflə yaşamaq çox ləzzətlidir, bilirsiniz, mehriban adam olur Arif. Bir adam əbd-i salihdirsə, qızlar onunla bir yerdə yaşayıblar. Əbəlfəzlə bir evdə. Onu çox istəyirdi, balaca uşaqlar hamısı çox istəyirdi. Uşaqların ona sevgisi onu öldürürdü, səbr eləyən bir. Deyirdi, Allah, mən necə vidalaşacam bunlarla? Bunlar nə hala düşəcək, mən bunlarla sağollaşıb gedəndə. Ona görə sağollaşmadı, xeyməyə girdi, dedi ki, mən gedim su gətirim, gəlirəm. İntizarda qoydu hamını. Yeganə adam idi ki, onu gözləyirdilər, gələcək. Hamı gedəndə yox, bilirlər gələcək, gözləyirdilər. Gözləyirlər, Hüseyin birdən qardaş səsi eşidir. Qardaş qardaşı ilə qardaş deyər, amma bu deməyib axı. 34 il Hüseyin həsrət çəkib ki, bir dəfə qardaş desin. Bu deyib Mövla, ağa, özündə cürət görməyib desin, qardaş. Bu dəfə dedi. Hüseyin bildi nədir? Hüseyin təbii ki, bildi. Amma deyir Zeynəbə dedi ki, bacı bu kimin səsidir? Dedi, sənə qurban olum, Əbəlfəzin səsidir. Bir dəfə qoydu əlini belinə Kərbəlada. Əlini apardı, qoydu belinin üstünə, dedi, Əl-an inkəsərə zəhri, indi belim sındı.